O niyələr bir müddət böyüyür duyğu kimi, sonra keçir suçlamağa. Əslində bu mənim valideynimin suçudur, əslində bu Azərbaycanda yaşadığım onun suçudur və yaxud da əslində bu məktəbin suçudur, əslində bu müəllimin suçudur, əslində bu dostumun suçudur. Başlayırıq günahlandırmağa. Bax, bu da duyğunun yanlış istiqamətinə getməsidir, yəni ki, baxın. Qaçmaq, sorğulamaq və suçlamaq varsa, bu o deməkdir ki, hər adam yaşadığı şokun, o duyğunun dərinliyinin istiqamətini hələ doğru getmir. Və bu uzun müddət suçlamağa başlayır. O yaşadığı şokun əhəmiyyətinə görə bəziləri 1 saat, bəziləri 1 il, bəziləri 5 il suçlamağa başlayır. Bəziləri ömür boyu oradan çıxa bilmir yəni ki. Ondan sonra oradan çıxa bilənlər var. Onlar çıxa bilənlər iki yerə gedir. Ya özünü suçlamağa başlayır, məsləhətli bir şey deyil. Yəni ikinci bir başqa problem əmələ gəlir. Ya da duyğuları bastırmağa çalışır ki, cəhənnəmə oldu keçdi, yəni belki əsəblərim mənim sağlığımdan qiymətli deyil ki, sağlamlığımdan qiymətli deyil ki, başlayır duyğuları bastırmağa. Duyğuları bastırmaq başqa problemdir, özünü suçlamaq başqa problemdir. Duyğuları bastırmaq o deməkdir ki, sən enerji xərcləyirsən. Əslində bu problem olub, bu nəsə, amma sən bunu qəbul etmirsən, suçlamaqdan, sorğulamaqdan bezmirsən, yorulmuşsan, amma bastırmaq üçün də enerji sərf edirsən. Arada bir yadına gələndə deyirsən ki, cəhənnəmə deyib keçirsən. Amma özünü suçlamaq isə daha böyük bir xətadır və daha mənfi bir istiqamətə gedir. Əgər normal inkişaf edərsə, bastırmadan sonra gəlir qəbullanma. Qəbullanma iki cür olur. Yəni artıq başıma gəldi, yıxıldım, sındım, qolum kəsildi, artıq qolsuzam. Bunu qəbul edir. Amma bura qədər isə o qolsuzamı qəbul etmirdi. Deyirdi ki, şoferin günahıdır və yaxud da ki, mənlə keçən dostumun günahıdır. Bir sürü yoruluq qalır. Amma indi artıq qəbul edir ki, bir qolum yoxdur. Burada da ikinci bir qəbul var. Pasiv qəbullanma var. Deyir ki, qolum yoxdur, deyir, həyatdan da sönür. Bir də aktiv qəbul etmə. Mənim bir qolum yoxdur, amma bu qol olmayaraq mən hansı işləri görə bilərəm və həyatda necə tutula bilərəm deyib. Qəbullanmadan sonra, qəbullanmaq demək gerçəkliyi qəbul etmək deməkdir. Gerçəkliyi qəbul etmək deməkdir. Gerçəkliyi düzgün oxumaq deməkdir və hadisələrə doğru qiymət vermək deməkdir. Doğrulara yaxınlaşdığın zaman, elə bir ki, doğru analizi tapdıq, doğru diaqnozu tapdıq deməkdir. Doğru diaqnozdan sonra hərəkətə keçir, özünə uyğun o problemdən çıxış yolunu tapır. Və çıxış yolunu tapdıqdan sonra təcrübə qazanır ki, belə bir hadisə olanda necə etmək gərəkir. Və bu hadisə bir neçə dəfə buna bənzər hadisə baş verəndə bu döngünü bir daha keçmir, artıq ustalaşır. Qarşına çıxan kimi birbaşa 8-ə gəlir. Daha bu qədər uzun bir yolu keçmir. Bu, dediyimiz kimi, əlimiz kəsildiyi zaman, böyük bir şok yaşadığımız zaman başımıza gələn şeydir. Yəni, hər birində biz fərqli-fərqli duyğular yaşayırıq. Qorxu yaşayırıq, ümidsizlik yaşayırıq, dəyərsizlik yaşayırıq, suçlama yaşayırıq. Bunlar hər biri fərqli duyğudur və hər biri də bizə fərqli bir danışıq və davranış tələb edir. Burada bilməniz gerəkən gənc doktorlar nələrdir? Bax, bura bir çevrə var. Bu çevrəni 33% qəbul edin, yəni ki, əgər duyğu bu 33%-in altındadırsa, belə deyək də 10 üzərindən götürsəniz, yəni 3.3-dürsə, 3.3 içərisində olan duyğuları ağılla kontrol eləmək olur. Yəni, daha doğrusu, biz doğru qərarları, yəni istər əsəb, istər sevinç, fərq etmir, hansı olur olsun, yəni 3.3 10 üzərindən səviyyəsi olduğu zaman biz ağıllı qərar verə bilirik və duyğuları idarə bilirik. Əgər duyğu, yəni 3.33 deyil, məsələn, 6.60-a çıxıbsa, biz artıq duyğu ağılımıza hakim gəlir. Biz artıq istəsək də o yeməkdən vaz keçə bilmirik, o içkidən vaz keçə bilmirik və yaxud da ki, dostumuz bizim xətrimizə dəyib, ona qarşı əsəbləşmişik, qeybətdən vaz keçə bilmirik. Ona görə bilmək lazımdır ki, bir duyğu artıq bəlli bir səviyyə çatıbsa, yəni
6.6'nı keçibsə, artıq ağıl orada o duyğunu kontrol eləyə bilməyəcək. Bu artıq negativ və ya pozitiv səviyyədə o duyğunu orada yaşayırsa, duyğu nəyi tələb edirsə, həmin adam onu hərəkət eləyəcək. Bəzən xarakterinə tərs olan hərəkət etməyə başlayacaq. Bir də duyğu, bu qırmızı xətt dediyimiz, yəni ki, 10 üzərindən maksimum yaşanırsa artıq, yəni bu adam kontroldan çıxır və burada uzun müddətdə qalarsa, sarı və qırmızı cizgidə uzun müddətdə qalarsa, psixolojik xroniki yorğunluq əmələ gəlir. Qırmızı çizgiyə çatıb və qırmızı cizgini keçdiyi zaman artıq o psixoloji rahatsızlıq bioloji olaraq özünü göstərməyə başlayır. Yəni, sizin pasiyentləriniz olmağa başlayır. Dedik, həyatda iki dənə məsələ var. Yəni ki, xaotiklik və nizam məsələsi. Bir də bunu əlavə edirik, sadəlik və mürəkkəblik. Xaotiklik odur ki, dediyim kimi, yəni, mən uşağı bir otaqda qoysam, bir üstulda 5 yaşında uşağı, yəni, proqnoz verə bilmərəm ki, 3 dəqiqədən sonra harada olacaq. Amma qələmi qoysan stolun üstünə proqnoz verə bilirsiniz. Bu nizamlı bir şeydir. Sadəlik odur ki, onun birləşənlərin sayı 7-dən kiçikdir. Mürəkkəblik odur ki, onun birləşənlərin sayı 7-dən böyükdür. Məsəl üçün, bir qələm həm sadədir, yəni onun birləşənlərin sayı 7-dən kiçikdir, həm də nizamlıdır. Şimdi bir kompüter nizamlıdır, amma onun birləşənlərin sayı 7-dən çox olduğu üçün o mürəkkəbdir. Məsələn, bir uşaq 7-dən kiçikdir, amma xaotikdir. Yəni, yuxarı üç, sol güc. Və yaxud da ki, bir neçə uşaq və yaxud da bir sinif və yaxud da ki, bir neçə xəstə uşaq həm xaotikdir, həm mürəkkəbdir. Həyatdakı bütün məsələlər bu qrafik üzrə düzmək olur. Məsləklər də belədir. Məsələn, bir süpürgəçi həm işi sadədir, alətləri sadədir, vəzifəsi də bəllidir. Yəni, sadə və nizamlıdır. Amma bir mühəndisin işi biraz fərqlidir. O, mürəkkəb və nizamlıdır. Və xəstəliklər də bu kimidir. Həkimlər də bu levelda iş görürlər. Məsəl üçün, sadə və nizamlı xəstəliklər bunlardır, məsəl üçün. Hipertoniya həm sadədir, həm də ki, nizamlıdır. Məsələn, sadə mil sümüyünün sınışı 2 parçanın sınmağından ibarətdir. İçində bir nizam var. Həm sadədir, həm nizamlıdır. Varakoz genişlənməsi həm sadədir və həm nizamlıdır. Amma nizamlı və mürəkkəb xəstəliklər və şəkərli diabet mürəkkəbdir, yəni ki. Hətta biraz yemək təsir göstərir, əsəb təsir göstərir. Təsir göstərənlərin faktoru çoxdur. Onurğa sınığı, çünki mürəkkəbdir. Çanaq sümüyünün sınığı mürəkkəbdir. Orada neçədən əzələni tikməlisən ki, nizam var içərisində, amma oradakı elementlərin sayı, əzələ, orqan, sümük birləşmələrin sayı 7-dən yuxarıdır. Bir də var, məsəl üçün, sadə və xaotik xəstəliklər. Yəni, kəskin apendisit, yəni ki, bilmirəm, mən əməliyyatlarda çox olmuşam. Yəni, apendisit ən sadə əməliyyatdır, həkimlərə soruşsam. Bir də ən xaotik əməliyyatdır. Elə apendisit var ki, 4 sadə əməliyyat eləyə bilmirsiniz. Yəni, arxa divara yapışıb. Yəni, hansı səviyyədə iltihablanıb bilmirsiniz. Sadə qarın boşluğu absesi, məsəl üçün, qarın boşluğu bir absesi varsa, sadədir, amma xronikdir, ki, bilmirsən ha tərəfindədir, nə boydadır. Açmayana qədər görmürsən. Və yaxud da ki, kəskin virus və infeksiyası. Sadə bir virusdur, bilirsən, amma haralarda hansı reaksiya verəcək bilmirsən. Məsələn, həm xaotik, həm mürəkkəb olan məsələlər nələrdir, məsələn? Koma və ağır insult. Yəni, həm xaotikdir, nə baş verəcəyini bilmirsən, həm mürəkkəbdir. Açıq beyin, baş beyin travmaları həm mürəkkəbli, həm xaotikdir. Geniş yayılmış metastaz xərçəng xəstəliyi.
Yəni ki, həm xaotikdir, haralardan daha nələr çıxacaq, həm də mürəkkəbdir. Bunu anlamaqda ona görə anladırıq ki, duyğularımız da bu sistem üzərinə düzülür. İstər sadəlik, mürəkkəblik və uyumsuzluq üzərinə bundan qabaqki slayda anlattım. İndi isə xaos, nizam və mürəkkəblik və sadəlik üzərinə anlattım. Növbəti etabımız məsələ nədir? Yenə də xaos və nizam üzərinə hərəkət edirik. Xaos və nizam üzərindən hərəkət etdiyimiz zaman, xaosa doğru getdiyimiz zaman duyğular artmağa başlayır. Məsələn, qeyri-müəyyənliyə doğru getdiyin zaman, qalxdığı zaman duyğular artmağa başlayır. Yəni, bədənimizin bir tezliyi var, qulağımızın eşitmə tezliyi var, gözümüzün bir eşitmə tezliyi var. Yəni, bədənimizdə nə varsa, ürəyimizin ritminin bir tezliyi var, şəkərimizin bir tezliyi var, hərəsinin bir hemostasis dediğimiz bir aralığı var. Amma burada başqa bir şey deyil. İnsana bütüncül baxdığımız üçün insan bioloji, psixoloji və sosial varlıqdır. Məsələn, ay insanın bioloji bədəni olsun, adamın hiperaktivdir, B də onun beyni olsun. Beyni yavaş düşünür, amma bədəni sürətlidir. Başqa problem əmələ gələcək. Və yaxud da ki, adamın beyni və bədəni adi olsun, B onun sosial həyatı olsun. O sosial həyata uyum saxlaya bilməyəcək yəni ki. Ona görə xaos artdığı zaman tezliklər artmağa başlayır. Yəni, bilinməyən şeylərdə duyğularımız gərginləşməyə başlayır. Cavabını tapmadığımız şeylərdə duyğularımız gərginləşməyə başlayır. Mənfi ad qoyduğumuz, mənfi anlam qoyduğumuz şeylərdə bizim duyğularımız gərilməyə başlayır. Və gərildiyi zaman eşikləri aşmağa başlayır. Onların limitlərini aşır. Limitləri aşdığı zaman da başqa artıq davranışlar ortaya çıxmağa başlayır. Onun üçün də bilməliyik ki, necə ki, bədənimizin bir tezlik və aralığı var və xaos olduğu zaman, qeyri-müəyyənlik olduğu zaman, adını qoymadığımız zaman artıq gərginləşməyə başlayır. Duyğularımız da belədir. Anlaşa bilmədiyimiz zaman, uyumu saxlaya bilmədiyimiz zaman, doğru mənaya qoymadığımız zaman bizim duyğularımız da artmağa başlayır. Sabah sizin pasiyentləriniz olacaq. Onları da görəcəksiniz ki, məsələn, sizin yanınıza gəldikləri zaman çox gərgin duyğularla gələcəklər. Və onun hansı duyğu yaşadığını bilmədən onunla danışdığın sözlərin bir mənası olmayacaq. Onun yaşadığı duyğunu tanımaq lazımdır. Burada bir slayd qoymuşam. Yəni ki, dediyimiz kimi iki dənə təməl duyğu var. Qorxu və sevinç. Bir də temperament var. İnsan bədəninin temperamenti var. Temperament nizam və xaos arasında temperament yavaşlaşdığı zaman sakit və uyumlu insan olur. Temperament artdığı zaman belki çılğın bir insan olmağa başlayır. Və duyğular da bunun kimi bölünür. Bu duyğuların 24 dənə duyğuların hamısının xəritəsini sizə verəcəm istəsəniz. Burada xəritə 4 yerə bölünüb. Diqqət eləsəz, sevinç var, güvən var, sevgi var. Bu tərəfdə nifrət var. Nifrət varsa bir müddətdən sonra suçlamaq gəlir. O uzun müddət hər kəs suçlamağa başladığı zaman artıq xarakterinin bir parçası olaraq paranoid bir insan olmağa başlayır. Üzüntü varsa uzun müddətdən sonra üzüntü davam edirsə ümidsizlik əmələ gəlir. Artıq xasiyyətinin bir parçası gəlir. Olur depressiv bir insan. Ona görə yaşadığınız duyğular sizin həyatınızın keyfiyyətini göstərir. Hansı duyğuları, hansı tezliklə yaşayırsınız, gündə neçə dəfə yaşayırsınız və hansı dərinlikdə yaşayırsınız. Bax, həyatda istər işdə, istər dostlar arasında, istər ailə həyatında, istər karyera həyatında hansı duyğular insanı başarıya aparar?
Daha çox karyera aparan duyğular sevinç və sevgi duyğu və güvəndir. Yəni bu o demək deyil ki, kimisi sevməlisiniz. Yəni sevdiyin işi görəcəksən, sevə-sevə gördüyün zaman o iş sənə həzz verir. Orada başarılı olma şansın yüksəlməyə başlayır. Onun işi gördükcə güvənin artmağa başlayır, öz güvənin artmağa başlayır, pozitivləşməyə başlayırsan. Başarılı insanların heç birini bədbin görmərsiniz. Baxacaqsınız, keyfi yerində, pulu cibində, üzü gülür, hər zaman əylənir və gülür. Onlar işin başından elə başlayırlar. Mənim sual verə bilərəm. Bəli. Siz az öncə bizə məsələn nifrət edir, sonra suçlayaraq artıq bu bizim xarakterimizin bir parçası olmuş olur da. Və sonra onu dəyişə bilirik, yəni ondan qurtula bilirik. Orada görürsünüz, burada 3 dənə çevirə var, görürsün qızım. Bəli. Baxın, ona görə bunu anladıram ki, sizə ev tapşırığı da verəcəm, baxarsınız. Baxın, görün gün ərzində hansı duyğuları yaşayırsınız. Sizə duyğuların xəritəsini verəcəm. Gün ərzində hansını yaşayırsınız və hansı səviyyədə yaşayırsınız. Əgər nifrət duyğusu varsa, belə deyək də, qorxu duyğusu varsa, siz qorxu duyğusu ilə yaxşı bir mühafizə işçisi ola bilərsiniz. Siz yaxşı bir hərbiçi olub mühafizə təşkil edə bilərsiniz. Bax, qorxu duyğusu ilə. Amma nifrət duyğusu ilə siz hücum təşkil edə bilərsiniz. Dağıdıcı bir şeydir. Hər duyğu ilə edilə biləcək işlər var. Məsələn, ana duyğusu olanda, analıq duyğusunda biraz qorxu olmalıdır, qayğı olmalıdır. Çünki evladı baş yerə dəyməsin, yıxılmasın. Analıq duyğu kimliyi içərisində qayğı normal səviyyəsində, qorxu biraz normal səviyyəsində olması təbii bir şeydir. Amma digər hallarda ora çox getmək, həqiqi bir təhlükə yoxdursa, baxın, həqiqi bir təhlükə yoxdur. Məsələn, mən döyüşdə olmuşam. Döyüşdə nifrətim, qorxum maksimumda olur. Çünki həqiqi təhlükə var. Amma həyatda həyati bir təhlükə yoxdursa, biz bu duyğuları uzun müddət yaşayırıqsa, bu artıq subyektiv özümüz üçün simülyasiya etdiyimiz bir duyğudur. Və bu uzun müddət qaldıqdan sonra olur bir müddətdən sonra xarakter. Bir müddətdən sonra olur xəstəlik. Çünki bədən bunu qaldıra bilmir. Sən bədənə deyirsən ki, sən təhlükə var. Məsələn, paranoid necə olur yəni ki? Panik atak necə olur? Real təhlükə yoxdur, amma ölüm təhlükəsi yaşayır. Və bu panik atak olana qədər uzun müddət qorxu hissi ilə yaşayırdı. Nə bunu valideyni hiss eləməyib, nə müəllimi hiss eləməyib, bir vaxtında üzərinə düşməyiblər, belə bir soruna gəlib çıxıblar, adam hələ panik atak xəstəsidir. Ona görə bizim həyatda, yoldaşlar, həyatımızın keyfiyyəti, yaşadığımız həyatın dəyəri, insanlarla münasibət hansı duyğular üzərindən qurulmağa bağlıdır. Bəzən insanlar yaşlaşdığı zaman negativə gedə bilər, bəzən travma aldığı zaman negativə gedə bilər, bəzən elə bir ailədən çıxır ki, negativi öyrənibdir, güvəni bilmir, oldu. Onlar artıq travma dediyimiz məsələlərdir, xəstəlik səviyyəsidir. Normal bir insan bilməlidir ki, həyatında, ailə həyatında, dost həyatında, digər həyatında sevgi, güvən, sevinç kimi, özgüvən kimi, xoşgörü kimi duyğular aktiv olarsa başarılı ola bilər. Yəni, özgüvəni var, sevinci var, üzü gülür, dostlar da çox olacaq, işi də yaxşı olacaq, hər şey yaxşı olacaqdır. Ehtimal var, yəni, işini də sevirsən. Adam insanlardan şübhə edirsə, bunun nə qədər dost ola bilər ki? Və bunun iş yerində nə qədər bunu çox sevən olacaq? Pasiyentlər bunu nə qədər çox sevəcək, yəni ki? Ona görə duyğu həyatımızın özüdür. Duyğu əslində bizim həyatımızın hansı duyğunu daha çox yaşayırıqsa, bizim həyatımızın hara gedəcəyinin istiqamətini o müəyyənləşdirir. Bəzən duyğu, biz koç olduğumuz için deyirik, həqiqi hədəf duyğudur. Məsəl üçün, biz evlənmək istəyirik və evlənəndən sonra uşağımız olacaq. Uşaq vasitə hədəfdir. Ana hədəf deyil. Ana hədəf bilirsiniz nədən? O uşaq qucağınıza aldığınız zaman sizin yaşadığınız duyğulardır.
Siz o uşağın əziyyətini bir 10 il çəkirsiniz. Amma onu görərkən üzünüz gülür, onu qoxulayarkən, sarılarkən siz o duyğuya görə o məşəqqəti, o sıxıntını çəkirsiniz yəni ki.